Son bir dəqiqə xəbərini diqqətinizə çatdırırıq. Belə ki, İrandan atılan raket məhz Türkiyədə zərərsizləşdirilib. Gündəm xəbərinin efirində 4 mart tarixidir. Belə ki, İrandan atılan ballistik raket Türkiyə hava məkanına doğru hərəkət edərkən zərərsizləşdirilib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına görə İrandan buraxılan İraq ilə Suriya hava məkanını keçən ballistik raket Türkiyə istiqamətində hərəkət edərkən vaxtında aşkarlanıb. Raket NATO-nun Şərqi Aralıq dənizində yerləşdirilən hava və raketdən müdafiə sistemləri tərəfindən havada vurularaq zərərsiz hala gətirilib və bildirilib ki, Hatay dövlətinin 4 yol rayonuna düşən raket parçasının təhlükəni dəf edən hava müdafiə sisteminə aid olduğu müəyyən edilib və hadisə nəticəsində xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Hazırda sözü gedən məsələ ilə bağlı isə araşdırmalar davam edir. Qeyd edək ki, artıq 5-ci gündür ki, İrana qarşı Amerika və İsrail hərbi birləşmələrinin hücumları davam etməkdədir.